Şuşa qəsəbəsində Razində çox münasib qiymətlə 2 otaqlı mənzilimiz satışa çıxıb. Asan xidmətə gedən yolun üstündə 9 mərtəbəli binanın 1-ci mərtəbəsi təmiz quru evdir, yəni nəmişlik söhbəti yoxdur, yerdən hündür. Mərkəzi yolun üstü 76 nömrəli marşrut xətti binanın qarşısından birbaşa Neftçilər metro stansiyasına cəmi 6-7 dəqiqəlik məsafəsi var. Yəni marşrut xətti binanın qarşısından keçir. 271 nömrəli orta məktəb, böyük ticarət obyektləri, Araz market, Megastor hamısı evə yaxındır dostlar. Mənzil 125 min manatla satışa çıxıb. Yəni bu ərazidə, Razində indi təmirini də göstərəcəm inşallah. Bu təmirdə gir yaşa mənzildir. 125 min manata bazarda demək olar ki, bu qiymətə bizim sizə təqdim etdiyimiz, təklif etdiyimiz qiymətə 2 otaqlı mənzil yoxdur. Dostlar, indi istəyirəm mənzilin içini sizin üçün göstərim, təqdimata başlayırıq. Dostlar, mənzilimizin daxilindən təqdimata başlayırıq. Çox gözəl mənzildir, Allah xeyir versin kim alsa. Mənzil 2 otaqdan 3 otağa çox gözəl düzəlib. Yer haqqında məlumat vermişəm. Razində, Bakıxanovda Asan Xidmətin yanı. Bura mənzilin zalıdır, hardasa 20-22 kvadrat belə ölçüləri var. Əziz dostlar, onu da qeyd edim ki, müəyyən əşyalar satış zamanı qiymətə daxil olacaq. 125 minin daxilində, yəni müəyyən əşyalar da ev sahibi tərəfdən saxlanılacaq. 3 otağa düzəldiyi üçün zalın başında belə bir mətbəxtimiz var. Bir dənə operatorumuz göstərsin inşallah. Mətbəxtin də pəncərəsi var. Pəncərəsi, qarşısında eyvan hissəsi. Eyvan hissəsi də dostlar birbaşa mərkəzi yola baxır. Deməli dostlar, mənzilin pəncərəsi reşotkalı, gördüyünüz kimi plastik pəncərələrdir. Şəraiti yaxşıdır, yəni burada belə deyim də yüngül kosmetik işlər görmək olar, alan adam özü üçün yüngül kosmetik işlər görə bilər. Belə güclü iş yoxdur, yəni alıb yaşamaq mümkündür. Dən qardaşım, yaxınlaş. İndi 3-ə düzəlmə olan hissəsini göstərəcəm. Yəni ev sahibi Brantetski uşaq otağı eləyib. Əşyalar da hamısı yerləşir, yataq otağına belə mebelidir, güzgülü şkafıdır, kravatı hamısı yerləşir. Bura mənzilin xol hissəsidir dostlar. Buranı da göstərək. Bax, belə bir geniş xol hissəmiz var. Bura mənzilin qapıdan giriş hissəsidir. Görək burada nədir? Sanuze, sanitar qovşaq. Dən yaxınlaş qardaş. Dən işığın yerini tapaq. Sanuze, sanitar qovşaq. Orada da ki, əlavə veşlərin yığılmağı üçün kladovkası var. Yəni hamam otağını da götürək. Təmiri orta vəziyyətdədir, səliqəli. Gir yaşa mənzil. İndi isə dostlar, mənzilin böyük yataq otağını göstərəcəm. Bura gördüyünüz kimi əşyalar hamısı yerləşir. Mənzil Kiyev layihəli mənzildir. Orta blokda yerləşir, yəni orta blokda mənzil axtaran müştərilər üçün məncə əla variantdır. Skvaznoy mənzildir, hər iki tərəfə baxışı var. Burada da pəncərəsi reşotkadır, gördüyünüz kimi plastik pəncərəsi qoyulub. Stil sistemi dövlətin stil sistemidir. Onu da qeyd edim ki, dostlar, ev sahibi stil sistemi, yəni əlavə, belə deyim də, binaya aidiyyatı yoxdur, özü üçün zirzəmidən tam addelli bir xətt götürərək özü üçün stil sistemini çəkib. Mənzilin polu qaydasındadır, taxtadır. Yüngül, belə deyim də, kosmetik işlər görmək olar, amma hazır mənzildir. Sənədləri haqqında məlumat verin dostlar. Mənzilin sənədləri tam qaydasındadır. Ruhsatı, texpasportu ipotekada yarayır. Yəni ipoteka ilə mənzil almaq istəyən dostlarımız da buyurub bizimlə əlaqə saxlaya bilərlər. Mənzilin qazı, işığı, suyu daimidir, sənədlər tam qaydasında. Dostlar, bu mənzilin qiyməti dediyim kimi indiki bazar üçün çox münasibdir. 125 min manatla satışa çıxıb, real alıcı olarsa ev sahibi tərəfdən cüzi də olsa, yəni endirim olunacaq. Qiymət həqiqətən münasibdir dostlar. Bu mənzillə bağlı nə sualınız olsa, nömrəmiz səhifədə var. Buyurub əlaqə saxlaya bilərsiniz. Allah xeyir versin dostlar, zənginizi gözləyirik. Sağ olun, var olun. Dostlar, burada bu da evin üstündə veriləcək. Kimliyi varsa, xalofda olmalı.